Herkese salam, kanalıma xoş gəldiniz. Bugün sizlərlə 9-cu sinif Dim test toplunun 4-cü dinləmə mətninin ətraflı izahına birlikdə baxacağıq. Frederic Chopin bəstəkar və pianoçu idi. Polşada anadan olmuş və böyüyəndən sonra isə Parisdə yaşamışdır. Chopin uşaq istedadı idi. O çox erkən yaşlarından bəstələməyə və çıxış etməyə başlamışdı. Musiqi istedadını valideynlərindən almışdı. Onlar da həmçinin musiqiçi idilər. Uşaq ikən anasını və böyük bacısının pianoda çaldığını dinləyirdi. 6 yaşında ikən eşitdiklərini təkrar etməyə və yeni melodiyalar uydurmağa çalışırdı. Chopin bütün həyatı boyu pianino qaranlıqda çalırdı. Hansısa tədbirdə və yaxud da ziyafətdə çalarkən otaqdakı işıqların söndürülməsini xahiş edirdi. O, utancaq idi və həyatı boyu çox az ictimai konsert vermişdi. Kiçik məclislərdə varlı Parisli ailələrin evlərində çıxış etməyi üstün tuturdu. Parisdə yaşadığı müddətdə Chopin pul qazanmaq üçün varlı insanlara pianino dərsi verirdi. Onun məşhur əsərlərindən biri olan Dəfn marşıdır ki, o dərin kədəri təsvir edir. Chopin hələ də məşhurdur. Onun adını daşıyan küçələr, bir hava limanı, həmçinin festivallar və müsabiqələr var. Gəlin detallı formada suallara baxaq. Mətnin ümumi məzmununun nə olduğu soruşulur. Doğru cavabımız elə bizə birinci cümlədən aydındır. Məşhur bəstəkar haqqında danışılırdı. İkinci sualımızda Chopinin necə pul qazandığı soruşulur. Doğru cavabımız Y variantı, varlı insanlara pianino dərsi verirdi. Üçüncü sualımızda Chopin ifa etməyə üstünlük verirdi. Balaca topluluqlar dedikdə burada qeyd olunurdu. Chopin yetkin həyatını Parisdə keçirdi. Bu doğruydu. Chopin böyük bacısına pianino çalmağı öyrətmişdi. Bu yanlış idi. Çünki o uşaq olarkən anasının, həmçinin bacısının pianino ifa etdiyini eşidirdi. Onun məşhur musiqisi Cənazə marşı idi. Bu doğruydu. Chopin günəş işığında ifa etməyi xoşlayırdı. Bu isə yanlış idi, çünki əksinə olaraqdan o qaranlığı xoşlayırdı. Videonu bəyəndinizsə bəyən butonuna basmağı, həmçinin kanala abunə olaraqdan şərh yazmağı unutmayın. Dərslərimizə qoşulmaq üçün yuxarıda qeyd olunan nömrənin WhatsApp-ına yaza bilərsiniz.